Bağışlayan və mehriban uca Allahın adı ilə Quranda elmi ayələr mövzusu ilə siz əzizlərin xidmətindəyik. Biz Yasin surəsində elmi ayələr mövzusu ilə danışırdıq ki, bu ayələrdən biz günəşin hərəkəti, ayın hərəkəti və günəşin yerə bəxş etdiyi nur və enerji, bunlar ən önəmli məsələlərdəndir ki, uca yaradanımız bunlara işarə edib. Necə günəşin bütün sahələrdə rolu var, bütün enerjilər günəşin enerjisinə möhtacdır. Dünyada olan hər bir şey, bitkilər və hətta bu günlər bizim istifadə elədiyimiz enerjilərin, günəşin enerjisinə, atom enerjisindən başqa bütün enerjilərin günəş enerjisinə ehtiyacı var. Və bununla yanaşı bizim yaşayışımızda da günəşin çox böyük təsiri, yəni günəşsiz həyat məhvə tərəfdir. Və bizim günümüz belə günəşin vasitəsilə işıqlanır. Uca yaradanımız bununla yanaşı gecədən də danışır. Gecə qaranlıqdır və bu gecənin yanında, bu qaranlığın yanında insanlar belə təsəvvür də eləyə bilərlər ki, insan hər bir yer qaranlıq olduğu üçün ölüm belə təsəvvür eləyirlər. Amma bu gündüzün özü bir Allahın nişanəsi, gecənin özü bir Allahın nişanəsidir. Gecə və gündüz hər biri çox müddət olmuş olsaydı, təbii ki, gündüzlər yandırıcı isti, axşamlar isə, axşam olduğu müddətlər isə dözülməz dərəcədə soyuq olardı. Ayın özündə belə bizim yer kürrəsinə nisbət gündüzlər 15 dəfə yer kürrəsindən çox gündüz olur, gecələr isə yer kürrəsindən 15 dəfə çox gecə olur. Bunun üçün də ayda ki, gündüzlər uzun müddət olur, isti, yandırıcı isti olur və dözülməz isti olur və gecələr ki, soyuq, o qədər soyuq olur ki, dözülməz dərəcədə soyuq olur. Odur ki, uca yaradanımız Yasin surəsinin 36-cı ayəsində buyurur: "Və ayətul lehumul leylu neslahu minhun nahar fe izahum muzlimun." Uca yaradanımız bu ayələrdə belə gecənin də, gündüzün də uca yaradanımızın bizə nişanəsi olaraq kimi təqdim eləyir. Allah amanında gələn verilişlərədək.